Esna çok sağ ol. Uşaqlar ekran tıklayanlar çok sağ ol. Uşaqlar yeni səhifəmdə takip eləyin də beni sev atın. Ağ paltar atmışam. 20 neçəyə qoydum? 1 saat 24 dəqiqə 60 dərəcədə yuyuram. Heç nədə 800-dən sıxacam. 2 dəfə yuyacaq. Yaxşıdır da. Əslində yaxşı deyil, azdır. Çox 2 saatda qəşəng yuyardım. O bir səhifəm spama getdi. Səbəbsiz, əsassız, niyyətsiz itiraz göndərdim, onaylanmadı. Все, Yusuf. Bu süt de kaldı, çürüdü burada. Gör nə vaxtdan da almışıq. Üç gündən sonra artıq saxlamaq olmaz. Az bir ay yaxında azadlıq oradadır. Paltar uyanın adı nədir? Nariş. Esnaf çok sağ ol. Bu it yeməlidir uşaqlar, it korum. Tatlı olur.
Mənim xatirimə dəymin. Mən kinoya baxmışam, ağlamışam. Xatirimə dəymin, çox hüzünlüyəm. Bugün mənə dəymin. Bugün kövrəyəm, ağlamışam xeyli. Görmüsünüz, boynu büküyə oturmuşam burada. Yabani kino oynarış, yabani. Kaş mən də küçədə böyüyərdim. İmkanlı ailəm olardı, mən bilməzdim. Sonra gələrdilər, məni tapardılar. Altıma maşın qoyardılar, bağlı maşınlar, bağlı ev, milyarder olardım. Elə bir günən ki, kaş mən də elə olardım. İndi biri çıxı ortaya, deyək ki, o vaxtı milyarder çıxı ortaya, deyək ki, o vaxtı biz səni istəmirdik, verdik səni indiki anana, o saxladı, o saxlayırdı səni, indi biz çıxmışıq ortaya, o sənin anan deyildi, o sənin atan deyildi, şey eləyəm, məni götürər, apararlar, marpaşkalarla pullar, evlər, milyardlar, gedəm saraylara girəm, salam, anamı da vuram qoltuğuma deyəm, az getdik, Allah haqqı. Ne güzel olardı ya. Deyir ki, uşaqlar, yeməyi belə yeməlisən. Bax, deyir ki, dodağın, qaşığın dodağı, deyir, oturdun haradasa bir restoranda, yeməyi belə götürməlisən, belə yox, belə. Belə götürsən yeməyi, belə yemirsən, belə yeməlisən, belə. Elə bir, yeməyə tərəf getməlidir, yemək qaşıq sağa tərəf gəlməlidir. Belə deyir, dodağın qaşığa dəyməlidir. Şeydə Instagramda elə səhifələr var da, mədəniyyət, yemək mədəniyyət kursları var. Girin baxın Ürgənim, mən baxıram Ürgənim. Ne yazmışdı, onu sessiz attınız? Ne yazmışdı deyən? Kimiydi o? Ne yazmışdı? Sənin əskər yoldaşın deyir, əskərlikdə zabitlərə arıqadan bu səni dilləyirdin, nə bilirsən? Dil işi görürdün sən də orada. Dili yenə təmizləyirdin. Nələr işləşik. Neler görüştük. Neler var ama.
Ariel ağ paltarların anası da. O bir səhifəm spama getdi. Takip atın bu səhifəmə. Elə bilay baş olur. Nə, hardan bildin? Bax, hardan bilirsən ki o şeyi? O şeyi nə bildin? O şeyi nə bildin? Bax, nə bilir? O nə? Hardan hiss eləyirsən ki? Bəlkə sarfetka qoymuşam, bəlkə mehraba qoymuşam, nə bilirsən? Mehraba qoym, bəlkə plastina çuxul qoymuşam, bəlkə pərdəni qatlayıb qoymuşam, nə bilirsən az? Utanmırsan? Daş başına. Göstər nə boydasansa, pərdə qoyursan, pərdə, plastina çuxul. Adyalın böyründən kəsib yapışdırırsan ora, daş boşluğa. Hamın özün kimi bilmə. Niye durmuş burada? Şimdi geldim dedi, az üç ne dedim? Az onların evində gedirsən ki, pərdə hara baxsan, pərdənin orası burası kesik-kesik doğrayır, işlədir dana. Doğrayır, qayçını qoyub böyrünə, pərdənin böyrünə. Ha, baxsan qayçı, pərdələr, doğraq. Kimsə evinə qonaq getməli deyil. Doğrayır. Bir də gördün kimsə evinə gedibdi. Plastinanın böyrünü kəsib çıxardı, cırıb. Az senin başına gül. Pərdələri cırır, işlədir. Az cunadı şeydən aldın, ki həftəxdə şey satırlar. Bint zat satırlar, ged al işlət dana, daş başına. Cunanın metri 50 qəpikdir. 20 metr alsan, 30 metr alsan, bəsindir bir dəfiyə. Görmür də, başı cuna görmür buna. Gerək cunanı topla işlədə bu. Ona görə pərdə pürdə harada gördü, doğrayır, bastır ona. Az əri bir də koftasını axtarır. Gör kofta yoxdur. Kurtka. Qışdan qalan kurtkaları əri gələn yük. Qış gəlir, əri kurtka axtarır, kurtka yoxdur. Kurtkanı açıb çıxar, kurtkanın qolu qalıb. Kül sənin başına. Eşref de öldü, Lamışka da qaldı eşrefsiz. Da çıxmaz TikTok'dan gecə gündüz TikTok'dadır. Ha bax, baxsan canlıdadır, eşref öldü, ha yoxdur. Bir eşref var idi ki. Aslan səni məhkəməyə verə bilər. Bax bu Lamışqa məni nətər məhkəməyə verə bilər. Bax bu Lamışqa, ey Lamışqa məni ver məhkəməyə. Nətər bax bu Lamışqa məni nətər məhkəməyə versin. Bir dərrakən düşüncən olsun da. Bax bu Lamışqa məni, ay Lamışqa Əşrəfin ölübdür. Məni ver məhkəməyə bu sözümə görə. Al bunu məni nətər versin məhkəməyə. Sən beynin işləyir, ağlı yerindədir.
Ну, голова болит, это хорошо, хорошо. Так сказала. Ой. Ну, это вам хорошо. Это сказала черепица шурупу. Ну, это тахта голову. Ну, это цемент голову. Ну, это вам на голову. Это цемент, это тахта хорошо, это голова, черепица шурупы, это хорошо. Это черепица? Это süpürge хорошо, балетная, это гума. Гума хорошо, это торпага. Ну, это сказала Дамира, Даша. Даша, зонтика это сказаличка. Дверь это сказала. Это ütü сказаличка. Ütü Rus dilində nəyə deyilir? Adı nədir ütünün Rus dilində? Ütü yok deyirlər. Ütü yok. Ütüyə ütü yok deyirlər. Dana oldu eyni şey dana. O bir səhifə spama gedibdi. Geri bildirim elədim, açılmadı. Ayın 26-sı açılacaq. 26-sına kimi buradayım. Bu səhifədə olacağım 26-sına kimi. Evimiz cəhənnəmdir bu dəqiqə üstüdən. Oy. Mən yataq otağına bir dəqiqə gedim, elə paranoya girmişsən. Kuxnada oturmuşam. Elə isti var. Vay dədənə vay. Az dədəmin indi görən qavırdan ayırır. Elə bilən ki, qavırsanlıqda qavırda. Sümükləri, qızışsın da, qızışır. Ütüyə niyə utuq deyirlər ki? Это utuga. Elə deyirlər, это utuga. Ya utuq. Mənim də ventilyatorum güclü deyil, nəzik çıxılı ventilyatorum var. Gecə qapını, pəncərəni hər yerə açıq qoyuram. Vertolyatı qoyuram üstümə, yıxılıb yatıram. Kapıya tülü neçə düzəltmişəm? 60-70 manata. Niyə qız kimi nazlanırsan? Qardaşınla neynirsən? Kondisionerim var ya, ay başa daim işlətmək olmur, axı onu keçirdirsən. Gecə səhərə kimi kondisioner taxılı qoyum. Yox, başa. Pul yazır. Deyindi, kondisioneri qoşmuşum, 24-ə qoyub oturmuşam kuxnada. Divanlarım görək həftə sonu deyib gələcək, bilmirəm vallah, nə bilim görək də. Qoş sərinləsin, sonra yatır. Yox, bilsən nə ayıram, qoşuram, otaq sərinləyir. Elə bir plastina çuxoldan istilik gedir də. Sonra keçirdirəm. Sonra vertolyatı qoşuram. Qapınıza da açıq qoyuram, elə vertolyatı qoşub yatıram. 3 dənə divan gətirəcək Foresta Mebelma. İkisini zala qoyacam, birini kuxniya. Buna aparacaqlar. Hələ mənim stolum yoxdur oturmağa. Qabaq stolum zadım. Bir ilə azaldı bu ev, amma hələ stolum yoxdur. Qapı pəncərəni bağla, otaq... Yo, açıram, nariş, açıram. Çünki açmasam, bu kondisioner keçirdən sonra buğanaq olur. Yenə təzdən qızır. Ona görə açıq qoyuram, ventilator qoşuram.
Foresta mebeldə stol var. Verirlər də yavaş-yavaş. Deyək, kuxna mebeli verib, yataq dəsti verib, məsələn, divan veribdir, ada verib. Yavaş-yavaş deyəndə inşallah. Mənim paltar yanım sənki deyil. Mən neçə gündə paltar yanı işləmirəm. Deyək, bax, o gördüyün o paltar setkası var, ağzına kimi doludur paltarla. Ağ paltarlarımı atdım, indi ağları yuyuram Ariel neylə? Ariellə. Sonra da şeydir. Da çox paltar yumuram elə tez-tez. Gündə bir dəfə uzaq başı ödüllendirirəm paltar yanımı. Üç divan üstündə hansı ailə uşaq oturacaq? Ay, uşaqlar yatıb çıqıra bilmirəm, kiridana. Kiridana, solufsan, ay hayıqlamış, hayıqmış, qızıqmış. Uşaqlar yatıb, sakit dur. Salam. Nariş, bəs bildin də nə haqq hesabdır? Moderatorlarımı çoxaltmalıyam. O birisi səhifəmdə zadımda bəyək yox idi. Nələr yazırdılar, nələr. Yenə də özümü sıxıb saxlaya, tuta, sakitçiliyimi qoruya səhifəm getdi spamla. Ayın 26-sına kimi. Yenə də neynədim, nə qayırdım. Dişimi dırnağımı sıxdım. Belə durdum, yenə də getdim. İnşallah canım. Allah sağ üç oğul nəsib eləsin, inşallah. Allah uzaq elə. Allah uzaq, Allah iraq elə. Uzaq elə. Seysən azsən. Manetər qarğı yeri, qarğış tükən. Qarğışçı. Bakıdan niyə qayıtdın? Deyəsən, tezdən satıb qayıdacam Bakıya. İşsizlikdən, niyə işsizlikdən bezirəm ki? Bütün günü evdəki eşikdə iş bənədir. Uşaqlar, elə bir günən ki, mən keçən Bakıdan ev alandam, elə bir günən ki, bir otaqlı zadə hindən, mindən, töylədən zadan belə çıqılı-mıqılı tikib satırlar da, elə evə girdin, ev qutardı, elə. Elə bir 20 neçə mənə zada, məsəl üçün, girirdin, yataq otağının kuxuna bir yerdə, elə bir günən ki, çıqılı koridor, bir də tualet hamam, bundan ibarətdir, qoymuşlar, məsəl üçün, 25 minə, 26 minə, belə yerə qoymuşlar. İndi ola bilsən neçədir? 40 min, 42 min, Allah sən saxla. Hiç bir il keçməyib. Sıqla. Az nə işim var Bakıda oturmuşum da, Fərdidə. Getdim, gördüm da. Dırıqlaya getdim, yeyə də qayıtdım. Nə işim var? Hücrə cənnətə qoyub. Bakıda nə işim var? Suni qiymətlərdir, hə. Suni qiymətlər. Güya rayonda Ella güya ucuzdur ki, rayonda da suni qiymətlərdir də. Makler, məsəl üçün, rayonda nə tərzi deyim sizə? Məsələn, Bakıda bir işdir ki, məsəl üçün, makler gəlir, deyir neçə versən o qiymətə də satım. Amma rayonda belə bir şey var. Rayonda makleri çağırırlar evə. Deyir ki, gəl mənim evimə qiymət qoy. Makler də həmin adamdan bir 50 manat alır, gəlir evə qiymət qoyur, səhifəsində paylaşır. Makler deyir ki, bu evin qiyməti 200 mindir. Elə şey olur. Yox, hələ divan verməyiblər. Görək həftə sonuna zadına. Ay uşaqlar, qurban olum. Sizə mən iş işləmək istəyirəm.
Ma iş verən yoxdur. Allah haqqı işləmək istəyirəm. Bax vallahi Quran and olsun işləmək istəyirəm. Gedişdə azı iş verən var. Harda işləyim? Harda işləyim? Bax sən denən mən gedim işləyim. Ay qurban olubsa. Özünüz bilirsiniz ki, mən özdə işləyən adamam, xoşlayıram məsəl üçün belə şeylərim. Valla yoxdur. Restoranda işə götürürlər məni. Restoran deyir İngilis dili bil. Bərdə deyir İngilis dili bilməlisən. Yaz restorana, Hafsiyanda. Az Bərdəyə bir dənə turist gəlmir, yaz. Az göz qırpımında nətər hər şey dəyişdi. Nətər devran çöndü, val çöndü, birdən-birə belə oldu. Ay bacı, gözümüzü açdıq, yumduq, açdıq ki, hər şey dəyişir. Hepsini, hər bir şeyəm az mən. Sever qədər yoxsa. Az bacı, Severin boyu balacadır. Onun şansı hər yerdə gətirir. Onun üstündə prim yığırlar. Belə ay, huy, zırt pırt, oğlu, ona olar. Mənə yoxdur axı bacı. Başa düşürsən? İndi çıqılı boylar at oynadır. Onlar çünki şeydir, balaca boydur, onların üzündən yaxşı prim yığırlar. Ona görə də müdiriyyətlər onların hamısını yığır gətirir yanına. Makler işte, yox az başaram mənəm. Səhifə zadaşmışdım da, elə ev alqı satqı mərkəzi məsəl üçün yazmışdım ki, ev hesab paylaşmaq istəsəniz şeydir, madiyim paylaşım, məsəl üçün 5 manat 10 manata paylaşım, onlar da satsınlar da. Bax, mənim izləyicim maklerin gəlin ki, çoxdur. Mən makler kim izləyir, amma mənim bu qədər kütləm var. O da heç bir yazan olmadı. Reklam ki, TikTok'dan uzaq iş istəyirəm. Mən TikTok'la əlaqəsi olmasın. Mən TikTok'dan asılı qalmaq istəmirəm. Başa düşürsünüz? Elə iş olsun ki, mən ilgilənirəm də, başa düşürsən, belə 24 saat telefonda dayanmadan çəkiliş, post, saxta gülücüklər, istəmirəm elə. TikTok'la əlaqəsi olmasın, sosial şəbəkə olmasın, işim sosial şəbəkənin əlaqəsi olmasın, elə bir iş istəyirəm. Məşğulluğa yazıl. Məşğulluqda deyir ki, süpürgəçi işdə, küçədə süpürgəçi. Deyir işdə, ayda 4 manat sağ maaş verim, səhərdən axşama kimi də günün qabağında piş orada. Məşğulluğa düzəlmək üçün bilsə nə qədər pul lazımdır? Gün sənin başına. Elə ay, uy məşğulluğa məni götdülər az gelişdə. Ay bala, elə ay, səni gözləyirdik. Səni gözləyirdi ya itima, gözləyirdi ki, gələn kimi süpürgəni əlinə verək, səni torlayaq sevilliyə, süpürgəçiliyə. Sənsən, süpürgəçi işləmək üçün də arxan olmalıdır, sənin arxanda duran on olmalıdır. Sənin beynin işləyir, sənin ağlın qoluvun yerindədir. O bir işçi götürür. Bərdədə 20 dənə oba var, hərəsində bir dənə işçi var. Yazıq həmi kassirlik eləyir, həmi vitrinşiklik eləyir,
Həm vitrin doldurur, həm də fəhləlik eləyir. Yazıq qız deyilir, ona görə çıxartdılar məni oradan. Mənim canımda işləmə həvəsi var, amma təmizliklə bağlı iş lazımdır. Başa düşürsən? Mənə təmizlik, belə ev təmizliyi, zadıma belə iş lazımdır. Başa mənə belə şey. O az bağban işləyən mənəm, təmizlik. Təmizlik işi lazımdır, mənə belə şey yox. Mənim canımda iş var, ne yoxdur ki, enerjim tükənməz ömür. İş görsən, ev təmizliyi eləsəm, enerjim tükənməz. Mənə belə iş lazımdır. Ay qızlar, Allah haqqı, bax Qur'an and olsun deyirəm. Əgər kimsə istəyirsə təmizliklə bağlı, təmizlik şirkəti ilə bağlı, bax mən onu sizə garantir verirəm. Reklamı mənlikdir. Yerdə qalan hər şey sizlikdir. Açın şirkətinizi, məni də qoyun ora, bacı. Maaşımı verin, yanıma da bir 3-4 dənə qız salın, gedib işləməyən dədəsinə nəhlət. Bu iş budur, bax iş budur. İş budur. Eləyin gedim işləyim. Allah haqqı. Mən demirəm gəlib sizə orada müdürlük eləyim. Yox. Müdürünüz də özünüz olun. Hər şey özünüz olun. Mən işləməyi özüm rahat ol. 1-2-3 dənə qızla gedirsən evə, evi kvadrata vurursan, ölçürsən, təmizləyirsən, pulunu alıb qoyursan, gəlirsən evinə. Prosto mən şirkət aça bilmərəm, ha uşaqlar. Mənim o gücüm yoxdur, mənim imkanım yoxdur, qurban olum. Şirkət açmaq üçün nə qədər aparatlar almalısan. Şirkət açmaq üçün işçiləri heç də tapmaq olardı ən azından. Bir qonuma, qonşuya, cəmaata deyərsən, bir işi olan, məsəl üçün, işdən çıxan sonra yerinə kimsə tapmaq olar. Bu başqa söhbət. Bilirsən nə çətindir? Mənim altımda maşınım olmalıdır. Mən getməliyəm, məsəl üçün, işçiləri yığmalıyam, aparatları yığmalıyam maşına, getməliyim həmin yerə. Başa düşürsünüz, altımda maşınım olmalıdır. Həmin adamın altında maşını olmalıdır. Belə durduq yerdə, mən belə durduq, qulluqlu şirkət açdım. Maşının olmamış mümkün deyil. Altında maşının olmalıdır ki, işçilərimi, bəlkə başqa rayondan gedəsən, filan rayona çağıracaqlar, filan yerə çağıracaqlar, ora çağıracaqlar, bura çağıracaqlar, başa düşürsən, altında maşının. Zəng elədi, kvadratını dedisə, qiymətini dedin ona, işçilərinə zəng edirsən ki, filan vaxt filan yerdə olacaq. Aparatlarını doldurursan maşın dalına, işçilərinə də gedib hamısını bir-bir yığırsan, çıxıb gedirsən təmizliyə. Maşın. Mənim də maşınım yoxdur, mənim də imkanım yoxdur o aparatları almağa. İndi kimsə eləyə bilirsə, kimsə bir şirkət aça bilirsə, şirkətinizi açın, bacı. Qəşəng mən də reklamını eləyəcəm. Gedək təmizləyək, yığaq, süpürək, silək, gələk. Tutardı bunun içində də. Şirkət adı Tima nədir az? Gəl təmizləyim sənin adını qoyarıq. Gəl səni təmizləyim. Belə. Poxlu evlərin qənimi, məsəl üçün, belə qoya bilərik. Nə bilim, o qədər bir şey var ki. Süt üstündə yat, biz gərək təmizləyək şirkəti, baş sponsorluğu təqdim eləyirik. Belə, o qədər şeylər var ki. O qədər şey fikirləşib ad qoymaq olar ki. Prosto adam lazımdır, elə bir adam. Vallahi
Bütün dərman vasitələrinin hamısını bilirəm. Nəyi nə ilə eləmək lazımdır, nəyi nə ilə eləmək lazımdır, hansı dərmanı qarışdırmaq lazım deyil. Belə, elə, zırt, pırt filan şeylər. Küçük. Şirkət, baxıram şirkətlərə, danışırlar, canlı yayıma çıxırlar. Biz dərmanlardan, filan dərmanlardan istirafat edir. Deyirlər, cama sor, ay xanım, dərmanın adı nədir? Dərmanın adını deyə bilmərik sizə. Biz dərmanlardan, dərman, elə bir haftıq açıq, həftixdə işləyir. Dərmanlardan istifadə edirik, deyir. Az deyilən pink işlədirəm, nə bilim, nə işlədirəm, filan məhsuldan işlədirəm, blə. Bir yiyəcəklər bunun dərmanını, dərmana baxarlar, dərmanlayır. Bir həftə açır. Başına. Yo, domestosu zaten hər yerə vurmaq olmaz. Ümumiyyətcə, uşaqlar, evə net soxmaq olmaz. Olmaz, net, heç nə. Düzgün deyil evə net soxmaq. Evdə heç bir vasitəyə net vurmaq məncə düzgün deyil. Domestosu olar işlətmək bəzi yerlərdə, amma hər yerdə yox. Domestosu işlətmək olar pəncərənin o ağ kapronlarında, məsəl üçün plastik qapılarda, tualetin unitazda, nə bilim, belə yerlərdə işlətmək olar. Elə bir işlətmə, aynen. Şu vaxtı mən də elə eləyirdim da, sonradan sonra işlətmə. Lazım deyil, net heç nəyə yaramır. Net heç nə üçündür. Heç nədir. Paltarımız 1 saat 2 dəqiqə qalıb, 60 dərəcədə qızıb. İşlik yılsın. Net ancaq unitozu tökürüm. Seysən az unitozu net tökərlər. Olmaz. Qar kimi elir. Eləmə, sahibdir. Domestos işdir. Bir yeri yaxşı erirsə, bir yerdə pis günə qoyur. İşlətməyin, net. Ümumiyyətcə evinizə net alıb işlətməyin uşaqlar. Neti gördünüz, üzümüzü çörün aynen. Uşaqlar, çöldə hava dayanı verir, nəfəs. Meh də yoxdur ha çöldə. Meh. Ləman şikayət edir səni. Ay başı, Ləman adı netdir. Biz netdən danışırıq burada. Ləman adı çəkən oldu. Ay sana qurban olum. Netdən danışırıq. Unitazda Ləman adı unitazdır. Qurban olum sana. Az yer gedişikdən olsan Quran. Netdir Ləmanın adı. Bu yay tövbə. Bu yay tövbə. Kuxnada nə işlərsən? Heç nə. Mavi güc və salam. Şeyin içinə elə bilginən ki, unvalnikin içinə mavi güc vururam. Heç nə işlətmirəm. Domestosu əvvəl işlədirdim. Mavi güc çıxandan sonra işlətmədim domestosu. Mavi güc hər şeyin ilacıdır. Xoş gəldin, Bedni.
Az rayon gözəldə, hava dayanıb rayonda. Rayon nə? Nə hava? Hava yoxdur. Meh yoxdur. Yellənmə gül səndə. Deyəcəklər deyil, gül yellənmir. Kərpiçi hinim üçün almışam. Mebelin materialı nədir? Daş. Ay bax, cəmaatın adını nəyə yazırsınız mənim çatımda? Filan kəs fala bağır, filan kəs belə, bəhmən kəs belə. Özümüzdən danışın. Kimsə adını mənim çatımda, kimin adını yazırlar atın səslizə. Velizar belədən beləyə getdi. Totum belədən beləyə getdi. Ləman buradan gəldi, beləyə getdi. Filan kəs belə. Az gözümün iki deşiyi birdən aydı. Özümüzdən danışın az. Harada azğınlamış, hayıxmış, qızıqmışlar var, onların adını çatımda yazırlar. Nə olub az sizə? Şəbti ilə durub. O bir möcüzədir də, şəbtin ilə durmaq. Möcüzə, görsən ilişib qalır, möcüzədir. Dünya möcüzə. Dünyanın 148-ci möcüzəsidir, orada durubdur. Görsünüz, görsünüz. Biləkəni düzəltdir. Nə ilə? O nə elə, bu nə elə, o nə elə, bu nə elə. Pulum olanda eləyəcəm, görəsiniz. 4 ildir mənə baxırlar, 4 il bilirlər ki, mən 5 manatım olanda dingil deyirəm. 5 dəqiqə dayanmıram. 5 dəqiqə dingil deyirəm, az yerəs görəs sığmıram, fıskırıb göyə çıxıram 5 manatım olanda. Bilirlər ki, mənim pulum olanda 5 dəqiqə dayanmıram. Onunla da deyir ki, buranı düzəlt, oranı düzəlt, oranı düzəlt, buranı düzəlt. Az oldu düzəltmədi. Çok üstü, ha, dəhşət. Günver xanım timiyə yorum yaz. Günver kimdir bar? İsti var, ha, çok istidir. Yuxarıya nətər çıxıram. Buradan güllərdən yuxarıya nətər çıxıram. Bax belə. Bax belə çıxıram, bax belə. Gördün? Gördün nətər çıxdım. Gövhər kim dayı bacı? Senin canın yansın aytayım. Hadi bıdı gıdı. Az kiri. Ha, o diyor. Kaçlıq sağ ol. Kondisionerim var, koşmuşam, 24'e koymuşam. Görüyor musunuz? 24. Akşam ne pişireceğim? Supumuz var.
4 gün 5 gün bundan qabaq məclis supu pişirmişik. Hortladarıq gedər. Axşam öncədə nə sənin başını nə qədər atırıblar ki, arzunu yıxdım. Az arzunu nə vaxt yıxdım, sürüdüm. Dedim Allah ona evinə, eşiyinə gedib çıxıb balalarının yanına getməyi nəsib eləsin, qismət eləsin. Hava onu yıxdım, sürüdüm. Hava onu yıxdım, sürüdüm. Özünə dedim ki, haqnıyıb başını almışdın ağzına. Dünyanı dağıdırdın, fıskırmışdın göylərə. Həftə 8, mən 9, aynısı samolyotlar ona işləyirdi. Mən nə demişəm ki? Deyəmə, buradan bozluqdan çıxarmışsan, moderatorsan. Düz demişəm dana. Mən səhv söz, mən yalan söz danışmıram. Məndə nədə oldu? Burada bəziləriniz ola bilər ki, yaltuşqa ola bilərsiniz. Amma timada yaltuşqalıq yoxdur. Nədə oldu? Direkt. Birbaşa. O xatan bürcüyəm. Bilsəm ki, mənim düzlüyümə görə mənim dilimi kəsib qulaqlarımdan asacaqlar. Yenə Rita çox sağ ol. Yenə də sözümü danışasıyam. Yenə də sözümü deyəsiyəm. Mənim ağzım açılsa yumulmur. Salam. Özünü yaxşı qələmə, yüzümü yaxşı qələmə vermirəm. Kör göz qabağındayım. Qaçıb gizlənib telefon dalında danışmıram ha. Adeliyana çox sağ ol. Özün çox dartırsan. Bəyək də özüm biraz dartdım, cırıldı böyle. Cırıldım, param bayına getdi, param da bayına getdi. Az neyimə cırılacam, az hansı günümə cırılacam, az hansı maşınıma cırılacam, az hansı villama cırılacam, az hansı malikəmə, danəmə cırılacam, az kimin oğluyam mən cırılam, az neyimə cırılacam, hansı pula cıracam, neyimə cırılacam, az mən kiməm, az mən neyəm, az sana qurban olum. Timə bizə apar gezməyə, nə olar? İnandığına, adam evində belə oturanda adamın başına bir hadisə gəlir. Mənim çöldə nə işim var, ay sana qurban olum. Nə işim var az mənim çöldə, orada, burada. Az mən çıxmıram, heç ara getmirəm, baş. Təhlükəlidir, çöl təhlükəlidir. Hər yer təhlükəlidir, heç ara getmirəm. Heç ara getmirəm, təhlükəlidir mənim üçün, hər yer. Mənim üçün insanların 99,99% təhlükəlidir. Başa düşürsən? Qorxuram. Şərbaz insanlardan qorxuram. Durduğun yerdə işveryanlı ağalardan qorxuram. Mən qorxuram. Baş. Oturmuşam evimdə işimdə. Ac qarnım, diş qarnım. Bir gün pulum olacaq, bir lokma çörək alıb yeyəcəm. Yoxsa oturmuşam evimdə. Heç ara getmirəm. Akşam markete gedirsən, saat 12'den sonra markete gedirsən ki, bəzi qədələr yığışırlar marketin qabağına ki, görək kimə nə var, kimi ilişdirə bilirik, kimə nə var, kimdən dava sala bilirik, nə var, nə deyir ki, nə var bilirik. Nə işim var ha, nə işim var, akşam gördüm da. Gözlərindən tutursan, sıfatına baxın tutursan ki, bunlar başqa şeydir, başa düşürsən, heç ara getmirəm, evim. Evində oturanda hələ başına hadisə gəlir, çıxır. O ki, qalsın çöllərdə. Lazım deyil, heç ara getmirəm.
Səndə olan pul heç kimdə yoxdur. O pulu dədən gətir cibimə qoyub, nənən gətir cibimə qoyub, sən gətir cibimə qoymusan və yaxud da ki, burada mənə bağlı hədiyyələr gəlir, onları görmüsən. Hardan da o pul məndə bala? Hardandır? Kim verdi onu mənə? Görmədi, cəmaatın millətinə xəbəri olmadı. Ay bala, kimdən aldıq, hardan aldıq, kim gətdi verdi? Büyüm mənə kimsə 10 manat pul atdı deyənə mən varrandım, milyarder oldum. Az bir insanı yaşamaq üçün bir günü neçə manatlara gəlib başa düşür. Bir günü yaşamaq üçün bir insanın nə qədər pula gəlib başa çıxır. Bunun qazı var, işığı var, suyu var, yolu var, ora getməyi var, bura getməyi var, yeməyi var, içməyi var, interneti var, konserleri var, nə bilim nəyi var, paltarı var, giyinməyi var, bu var, o var, var ki var, nəfəs almağı var, hər şey cəriməsi var, 1000 dənə şeyi var. Sən 10 manatla varlanmaq olar az indiki zamanədə. 5 manatla, 1 manatla, bir qətinə varlanmaq olur. Paltar yanım işləyirəm. 48 dəqiqə qalıbdır. 60 dərəcədə yuyuram. Ölü yanı, ölü yanı qorxaram. Yuv eləyəndə suza çıt deyər, gələr ağzıma zadıma düşər, eləyər, psixoloji şey keçirdərəm. Pis olaram, yaxşı olamaram. Rita xanım, çox sağ ol, cibin dolu olsun, Allah başımdan tüysün. Sağ pul atacağım maşına. Tökülmüşdü ora, iyi. Maşını iyi. İlan, çox sağ ol Canka, teşekkür edirəm, Allah var eləsin, cibin dolu olsun. Alacaq görərsiniz. Tökülmüşdü oraya, elə hər şeyim çatırdı, bir dənə maşınım çatmırdı. Dediyim canı üçün bir dənə maşın, hər şey öz ideal öz qaydasındaydı, hər şey bomba kimiydi, bir dənə maşınımız çatmırdı. 5 manat tapıb iynimizin üstünü vurduran biri, maşınımız çatmırdı bir dənə. Az arzu girib içəri, əri canlısı deyir, müttəcək, kız bacı. Arzu nərdiş vecine deyil, TikTok'da cəmaat təkilir, ərzüm, əgər orada keyf verir, müttəcək, bacı, prim yığıram, bacı, daş başına. Şükür edim. Bu yaman qudurub. Az qudurub gəlir səni işləmişəm. Quduzluğa düşmüsən. Vaksinasiya tapılmayıb səni quduzluqla vaksinasiya eləyib sağaldalar. Başlamısan hürməyə. Başlamısan quduzlaşıb gedir cəmaatı tutmağa. Səni qəfəsə salıblarmı? Səni tutmuşam, sən quduzlaşmısan, səni başına zincirmi bağlayıblar. Ona görə mi mənə acıqlısan, nə varmışam, ay qadan qalmışsan, qudurub səni yemişəm, neynəmişəm mən sana?
Sağ şiratım. Ay sənin adın üstündədir. Sənin adın lüt qarışqadır. Ay səni lütlüyüb yola salıblar. Sən mənə şiratan ay sana qurban ol. Adın üstündədir. Səni lütlüyüb soyub yola salıblar. Sən mənə şiratan. Ay şir görmüşük həyatımızda. Yazıq Volvo vaxtı gəldi və şir atdı, bizi şənləndirdi. Çıxdı getdi qışda. Atım, at. Niyəsə, sən acıdıq ona görə. Budur, ay bir şiir, bu ayrıdır. Şirlə ayını səhv salmışsan, birinə. Bu tük tökülmüş ayıdır, şirdir. Bunu elə yəni seriozdur şirdir bu. Bunu elə sındırıblar bu şiri. Elə bil bu şeyə pandiya dönür. Sevəm getdi spama, 26 çıxacaq spamdan. Nə bilim, burada olacağım ayın 26'sına kimi. Takip atın bura. Sonra gedirdim kredi götürməyə, ay qızlar vermədi. Dedi kredi borcunu tamamilə yarıya düşməmiş kredi götürə bilməz. Bu nədir? Paltar yürüm, ağ paltarlar. Ne tersen Timo? Sağ ol, ne var ne yok? Yaxşı ol, haralsan? Daş kəsəndən. Hə, lap yaxşı. Mən elə bildim sən sən bərdəsən. Bilirsən sən niyə soruşursan? Yo, mən sadəcə soruşurdum ki, görüntü seyəcək. Hə, lap yaxşı. Sən izləyirdim TikTokda. Gördüğümüz izlərdim çoxdur, maşallah. Sən Müşvi Beqatdansan? Necə? Sən Müşvi Beqatda qalırsan? Hardan bildin? Elədim. Oraları daşa baxdım, gördüm rəngindən bozarıb gün vurmaqdan Müşvi Beqat falan. Şeylə də başladım da, Gülbala ilə də başladım. Niyə? Gülbala şey eləmişdi, neydi onun? Əvvəllər bundan gedirdi şeyə, reklamozada. Reklamozada gedirdi, ondan sonra bu şeylədi. Bundan bir yerdə çörəkəsin ki, bu Nemo Gül tanıysan, Nemo Abdullahsan. Onlarla söhbət edən onlarla PK atanda götürdü arxamdan söydü bu Gülbala. Ondan sonra mən bunu şeylədim. Düz 6 dəfə söhbətə çağırdım, gəlmədi söhbətə. Sonra da başladıq bunu. Belə oldu. Təmkinlə danış, başa düşmürük. Təmkinlə, yavaş-yavaş. Bu həm yorumlara söylərim, həm də söz danışıram. Yo, o sənin şeyində danış qabiliyyətin odur. Sən elə bir danışanda təmkinlə, sakit. Yavaş-yavaş. Ay sağ ol. Həm fikrim yorumlardadır, həm də ki danışıram. Yenə elə danışırsan. Təmkinlə, yavaş-yavaş. Bax mən nədər danışıram, yavaş-yavaş. Yaxşı. Sən nə var söyləyirsən vəziyyət? Bax yenə də gedirsən, bax qalqırsan üstünü, yavaş-yavaş.
Hə, yaxşı. Şöyle canlıyım da bəyənin, bir dənə zəhmət olmasın. Mənə danışığım belədir, Timo. Elə bir şey səni 5x-ə qoymuşsan, elə bir. Takip at. 2 dənə gül uşaqlar, hələ bir dənəsini tıklayın da qızlar. Bu nə tıkdı? Uşaqlar 2 dənə gül atın. Timo, takip at oynayarıq həmişə PK. Mən heç kimi takip eləmirəm, üzr istəyirəm. Burada 5 dənə səhifəmi takip edirəm, 5-i də öz səhifəmdir. Hə, lap yaxşı. Şöyle canlıyım bəylə heyecanla xoşlamışsın. Sən özün indi Bərdidə qalırsan, yoxsa Bakıda? Bakıda. Hə, lap yaxşı, mən də Bakıda qalıram. Bu Vəlzar gəldi hamını keçdi TikTokda. Sən də keçir. Sən keçən olmaz bu TikTokda. Mən 2020-də TikTokdayım, gəlib hamını keçdi. İki Moderatördə qatlı da. çatır nəzər tutur. Nətər Timo? 2 qatlı deyirəm. Şöyle canlıyım da ekran tıkımdan kaydət də. Heyecanla xoşlamışsın. Salam, salam. Moderatördən çatır nəzər tutur. Timo mənə canlı donmur ki. 2x-lə danışırsan başa düşmək olmur. Donur yoxsa oradasan. Ya deyirəm ki, canlı donmur ki. Qoş da. Yox şeydir. PK oynayanda heç kimi qoşmaq olmur şey misal. Kömək yoldan. Yazı uşaq nəyinə kömək yolum? Yazı uşaq Gülbala ilə qoşulub ki, trastları gəzəndə oturub burada köməyini istəyərdi. Ay yox. Ne edirəm ki? Köməyə. O Timo sən oradan bilirsən Timo. Danışıqlar. Gülbalanı tutmuşdum ya çörpün altında. Allah haq. Deyir Gülbalaya şeydir, Safetka Gülbala sən göndərib dükana. Deyir ki, belə. Ay filan kəs, Gülbala sağ deyib, ay filan kəs, get 30 qəpiyə mabidən nəm Safetka al gətirir. Sən də gedib Gülbalaya nəm Safetka alıb gətirənə kimi gəlib Gülbala da baxıb, sən də baxmırsan ki, Gülbala körpünün altını işi bitirib. Sən də əsəbləşmirsən ki, sən də əsəbləşmirsən ki, Gülbala, mənsiz bu işi niyə bitirmirsən? Mən də burada olmalıydıq, qrup şəklində getməliydi bu. Ona görə də sən nerlənmirsən. El olmayıb bax. Səbət. Kimisə şapalar qoydu başının dalına. Kimisə şapalar qoydu ağzının üstündən. Daldan, boynunun dalından bir dənə yumruq qoydu. Yeri. Şapalağı qoydu bəyərdən aynı. Gördünüz boynunun dalından şapalağı. Bizə abıbıdan 10 gəlibdi. Hər kim atıbsa Allah başından töysün. Hər kim göndəribsə Allah ürəyinə görə versin. Hər kim o yardımı bizə eləyibsə milyon qat Allah ürəyinə görə versin. Çox sağ ol. Nə niyyətlə atmısan Allah qəbul eləsin. Qurban olum sana. Allah sən ki bu pis günümdə, sən ki bu pis vəziyyətimdə mənə əl tutdun, mənə yardım elədin. Allah milyon qat. Allah sənin köməyində dursun inşallah. Çox sağ ol. Siyonda işin görəcək, sıxacaq, suya çəkəcək, aparıb atacaq. Bir dəfə görəcək, 2 dəfə qoyuyorum. Birini yürüdü, indi bir dəfə görəcək da. Yox, sonra 60 dərəcəyə qoymuşam. Çox sağ ol. Uşaqlar, inanın. Elə bilginən ki, uşaqlar. Yayın cırhacırında çöldə 40 dərəcədə elə bir peçə polunu xod verib, oturmuşsan evdə. Bax, elə bir isti var. Bax, evin içində uşaqlar 32 dərəcədir. 32 dərəcə. Takip edin qızlar, yeni səhifəmdir.
Bir de şey ekran tıklasak çok güzel olur. Yaxşı izolyasiyon. Tek figürler yıl olur. Bakıda. Ne nazik kırmızı kerpiçten binalarda kararlar. Tek köpekler yaranlar. Lağ etməyinə baxın. Mənim tək kubik evimə siz lağ eləyə bilirsiniz. Siz Bakıda qaldığınız o nepinəzi, bax belə kardon kimi binalarınıza lağ eləyə bilmirəm az. Az bu daşa kubikə lağ eləyə bilirsiniz. Kubikə lağ eləyirsiniz. Mən o nəzik kərpişinizə lağ eləyəmirəm az. Qonşu əri ilə, arvadı ilə o yüzden hayır hamısını evinizdə eşidirsiniz. Ona lağ eləyə bilirəm, siz buna lağ eləyə bilirsiniz, mən ona lağ eləyəmirəm az. Sizin diliniz ağzınız var, benim dilim ağzım yoktu. Dilim de var, dirçeğim de var. Valla ben her şeye neyim var şükür eləyirəm. Şükür eləyirəm. Şükür ay Allah bugünkü günüme. Neyim var şükür ona. Ölene kimde sağ şükür eləyəcəm. Usta niye gelip işlemir? Yaxşı çağırıram, indi gəlsin işləsin. Ben futbola da baxmıram, baş mən xoşlamıram. Mən xoşlamıram, baş. İstəmirəm. Yenə futbola baxan dağılın artıq. Baxmıram. Ne işimə qalıb xalqın cəmaatı futboluna baxan. Lüt gedələrin qılçalarına baxan. Ayıqdır. Ayıqdır. Siz gidin futbola baxın, Ronaldo da milyardlarla sərvəti ilə, arvadı ilə, gədələrlə qucaqlaşdı, şeydə çimsin. Hovuzda, milyardlıq hovuzunda çimsin. Gidin baxın. Gidin bilet verin, alın baxın.
divan var, mebel yox. Heç nə öldürmürəm. Hin öldürmək istəyirəm. O da materialımız var. Ustamızı hin öldürmüşük üstü başı. Hin nəyə lazımdır? Hində tüyü soyuqlayırsan, cücə saxlayırsan, ondan sonra bir tərəfinə alyonları yığırsan, işlətmədiyin şeyləri, nə bilim, hər şey lazımdır. Evimin çölü sıvaqda mətanət çəkilməlidir, pis sıvaqda. Mən bu evi alanda sıvaqlıydım. Pis gündə, elə bir əlimlə, belə sıvağı əlindən yapışdırırlar, belə-belə evlər. Yerdəki kafelerin altına beton tökdürmədim. İmkan olmadı. Yeməyi səhər-səhər yemişəm. Beyaz südlü pişik korumu yedim. Tıklanmışsınız ekrana. Və bax sən də təriflənəsə adamı tərifləyərlər də. Çünki özü də tərifli qızdır. Nə bilim, iyi gəlmədi mən. Elə bilsən rayonda hər şey cüzdür. Dilbar rayonda, Bakıda Komada yaşamaqdansa rayonda villada yaşamaq. Rayonda elə bilsən hər şey cüzdür. Rayon Bakıdan bahadır. Çünki hər şey Bakıdan rayona gəlir, ona görə. Meyval kamuflaj, İlan sesini.
Artık çok sağ olun. Çok sağ olun. Dedim axı ilan səsi də. Anakonda. Suyum güclüdür, çünkü motor koymuşum suya. Ona göre. Piton ilanı. Değişerim şeklini. Eli ilan sesi olur. Boğazcılık ilandı da. Boğazcılık, ilan boğazcılık. Çok sağlıklı ki. Hoşuma gelmedi. Yaxşısı muşka deyil. Almayayım. Çok pis muşkalı. Ama çok da o bir sayfa ayın 26'sına kimi spama gitti. Hoşlanmadım. Pismiş galiba. Ve benim üstüne de kırıktı başa düşmem. Kanunu içerim, iş gören edebilirsin. İş bakaq. Bak. Çok sağ ol, ne güzel. Yığanmadım, qaldı henüzdə.
Nağar mısın kalmışım, sütlamalıyam. Tatsız oldu, tatlı oldu. Pul vermişəm. Dişlərim yaxşı dişləyib, prosta uzun olsa daha yaxşı olar, biraz böyük dişlər. Bəli, öz zəhmətimdən qazandığım bununla almışam sonuçta. İşləyirəm, alıram. Harada işləyirsən? TikTok'da. Nə işləyirsən? TikTok'da. Ne kadar afet xanım. Gəlib, çox sağ ol, Allah başından töysün. Allah ürəyinə görə versin. Bəyək gəlib, eləmi? Sən atmışsan? Yaxşı. Sağ olasın. Hanım çok sağ ol. Nöqtə çox sağ ol. Hiç de olmuyor.
Otoryanımın markası Vanna. Cəfərov çox sağ ol. Soyuducunun markası Yeşil. Arada tut çıxdı aşağı. Niyə sənin kimi iş verənlər iş versinlər, işləri yaxşı geçsin? Niyə çıxır aşağı? Fenimin markası Külək. İşte pişirməyəcəm, sütun var, süt yiyəcəm. Məmmədov, Doğu Vəkənində. Bir mantısı spamdan çıxacaq o bir səhifə.
Yox. Ha, bax dondurucusu yox. Şaxta var çöldə. Elə burada da elədi, qarda da var. Pul dünən silmişəm. Paltar asıb silərik. Hamı qaçdı, az yedirsinmiş. Sən buradasansa bəsdir. Sabah silərsən, boş ver. Yox, silərik. Bu simişkadan almaz. Başka simişka al. Pis simişkadan. Çiko alma, başka şey al.
Heç nəyə baxmıram. Nə bilim. Narın pul yemişim, yeməliyəm anasını. Bunu ciddi masıram. Qalqarım. İnşallah sağ salamat gələr can. Yox, qoyalım. Heç də xoşlamıram. Yuxum gəlir. Emine çok sağ ol.
yine siz hayallerle büyümüş olabilirsiniz. Bir şey mi oldu? Acil falan demişsin. Oturun konuşacağız. Ah, bak kötü bir şey olmuş. Ben size demiştim. Tamam. Oturduk, ne oldu? Anneniz. Ne olmuş anneme? Şu an yoğun bakımda biliyorsunuz. Güven zaten ameliyattan sonra çok hassas olduğunu ve dikkat edilmesi gerektiğini söylemişti. Çok dikkat edildi ama yani ne ama söyler misin? Baba bir şey söylesene. Ama konuşsana. Zor bir ameliyat geçirdi ve bağışıklığı düştü. Çoklu organ yetmezliği riski var. Sabah doktoru arayıp söyledi, çocuklar çok üzgünüm. Yok. Tamam. Sorun yok, arayalım. Ne gerekiyorsa verelim yani. Böbrekleri zaten iflas etmiş. Tamam. Üçümüz de teste gireriz. Yani ne gerekiyorsa yaparız. Hani dokumuza bakarlar. Mutlaka birimizinki uyuyordur ya. Sadece o değil. Ne o zaman? Hangi organ ne? Kalp. Çocuklar, annenizin kalbi işlevini yitirmiş. Ana kızın çayxana kodudur. İhtiyacı var. Kələlərin kodudur. Atırsız bırak. Kələ kodu. Bütün organları iflas edecek. Çok üzgünüm. Gerçekten çok üzgünüm. Tamam, geldi. Sen niye duymadın? Çok teşekkür ederim. Çok teşekkür. Kardeş. Ben keşfettim. Bu bizim mesele için var ya. Uzun müddet dünyanın en zengin kadın. Salam aleykum. Sərsəri. Ülkenin Amerika. Sivanya. Öldüreceğim lan seni. Ne yaptın lan sen benim kızıma ha? Ne yaptın lan? Güvenlik. Kimse bu güvenlik. Ağladım. Sık kafama. Ben zaten ölmüşüm. Benim yaşamak için sebebim kalmamış. Al sık lan kafama. Söndür. Sık kafama. Çocuklar konuşsanıza. Ya konuşun. Herkes bir tarafa savrulmuş. 1000 tane bela var başınızda. Ve yalan söylemeye devam ediyorsunuz. Konuşsanıza. Ben senin kızını kendimden koruyamadım. Bari sen koru. Sık lan. Serhan ne yapıyorsun? Öldür. Çocuklar Serhan. Aptallık yapma. Serhan. Ben asıl aptallığı bunu en başta öldürmedim. Serhan lütfen. Biliyordum böyle olacağını. Elinde sonunda kızıma zarar vereceğini, onun canını yakacağını biliyordum. Ne saçmalıyorsun sen? Baba, dur. Alo? Ne haber komşu? Ya? Nereden buldun numaramı? Sen yıllar sonra aradığın aileni bulmuşsun. Ben bir numara bulmuşum. Çok mu? Neslihan teyze sağ olsun. Ne yapıyorsun? Keşif. Karşıya geçsene. Bizim tarafa. Sizi mi açayım mı? Evet hadi. Geçitten mi yani? Evet. Şimdi giriyorum geçide. Evet hadi geç. Bak. Cildin bu. Sağ ol hadi. bir bak.
düşünün. Ali. Oğlum neredesin sen? Ne bu halin? Abisi konsepti yanlış anlamış. En fakir görünen mirastan en büyük pay alır diye bir şey yok. Merhaba. Ay. Ben niye suçlayayım sizi? Bağırma lan kıza! Lan ben kıza bağırmıyorum. Ben sana bağırıyorum sana. Ha? Bana bağır bana. Ama yürekli ol biraz. Öyle kıvırtma erkek gibi cevap ver lan bana. Beni mi suçluyorsun? Bizi mi suçluyorsun lan? Cesur. Bizi mi suçluyorsun lan? Cesur bak elimde kalacak. Oğlum bizi mi suçluyorsun lan? Suçluyorum lan. Ama seni suçluyorum. Asıl ben seni suçluyorum lan. Senin suçun lan bütün bunların hepsi. Ne yaptım oğlum ben? Ne yaptım? Umut ayağa kalksın. Umut yürüsün, iyileşsin. Bunun için kendimi bana almaktan başka ne yaptım? Yeter bağırmayın. Bağırmayın. Bırak döksün eteğindeki taşları. Şurada kendi yanımızda kavruluyorduk lan. Umut'u sırtımızda taşıyorduk ama mutluyduk. Sonra senin Allah'ın belası ailen çıktı geldi. Bütün düzenimizi bozdunuz lan. Ya bu da bu benim suçum. Senin suçun lan tabii. Senin suçun lan tabii. Senin suçun. Yok lan yok Umut yok yok. Yok oğlum yok. İşte Hiç düş. helal olsun. Ne istiyorsun oğlum sen benden? Dalga mı geçiyorsun sen benimle? Ne oldu abisi? Dondurmada mı yemedin yoksa? Öldüreyim mi lan seni? He? Öldüreyim onu istiyorsun benden. Ben mesela sen hapse. Okey uyar. Cesur da böylelikle kurtulmuş olur değil mi? Yeter ya. Yeter. Ne oluyor ya yine eşkıya gibi? Kendi evimizde, kendi bahçemizde de mi rahat yok artık? Senin hiçbir şey bildiğin yok. Bildiklerim yetiyor bana. Birlikte birleşmiştim. Arama yapılan Ne kadar borcumuz? Ne kadar istiyorsun? Evet. $1000. Bu minicik. Al. Oğlum. Bu da kızım. Alaz ne oldu? Kızım. Ne bu haliniz? Bana sana emanetler demiştim. Emanetlerimi getirdim. Benden abilik bu kadar. Bunlar benim kardeşlerim falan değil. Ali. Ali mi? Ne Ali'si? Kayboldu Ali. Kaybettiniz Ali'yi. Evlat sakin ol. Ne yaptınız yine? Ne diyeyim size? Cevap verin. Alas. Ali! Biri bir şey anlatsın. Rüya. Kendileri anlatsınlar rezilliklerini Serhan amca. Rüya? Geç içeri. Geç içeri. Yürü. Ali bak sakin ol. Oturup konuşalım anlat bana her şeyi. Konuşur çözeriz. Gerek yok. Ben kökten çözüyorum meseleyi. Ne yapıyorsun bırak. Saçmalama bırak. Esas sen bırak sen. Sen neyin hayalini kuruyorsan var ya bunların hiçbiri gerçek olmayacak. Bak ne yaptılarsa seni kırıp üzecek. Çözeceğim. Bana güven sana söz veriyorum çözeceğim. Ya ne yapacaksın? Nefret ediyorlar benden. Zorla mı sevdireceğim beni?
Niye öyle söylüyorsun? Niye nefret etsinler abilerinden? İnsan değiller çünkü. 5 yaşında kaçırılan bendim. Sokakta büyüyen bendim. Aç kalan, susuz kalan, dayak yiyen, işkence gören bendim. Bunların her şeyleri olmuş ya. En iyisini giymişler, en iyi okullarda okumuşlar. Ama olmamış. Ne olmamış biliyor musun? İnsan olamamışlar. İnsan yetiştirememişsin sen. Bunlar var ya, bunların hiçbiri benim kardeşim falan değil. Bak. Bak bunlar benim kardeşim. Nereye? Gidemezsin. Serhan! Zaten her şey abartıyor, görmüyor musun? Gidemezsin dedim sana. Karışma bana. Serhan! Hiçbir şey yapamazsın. Siz hiçbiriniz hiçbir şey yapamazsınız. Kimse hiçbir şey yapamaz. Sakin ol. Sakin ol oğlum. Bir konuşalım. Bırakır mısın beni? Oğlum bak her şey yoluna girecek. Sakin ol konuşalım. Ya bir bırakır mısın? Hadi sakin oğlum. Çekil. Gidemezsin. Çekil. Çekil. Gidemezsin. Gideceğim. Gidemezsin. Çekil. Bunca yıl seni bekledim. Yolum ol. Gidemezsin. Oğlum üzme bizi bu kadar Allah aşkına ya. Bunlar ne eşeklik ettilerse özür dileyim. Zehnim gedirsin ışqadan. Tıklayın uşaqlar, canım paylaşın.